Değerli müəllimlər, mən bugün sizlərə fəal təlim üsullarında müəyyən qısa bilgilər var ki, onu sual-cavab şəklində izah eləyəcəm. Əziz müəllimlər, hər bir üsulun iş prinsipi necədir? Bu üsulu tətbiq etdikdə şagirdlər nəyə nail olacaq? Bu hissləri mütləq şəkildə biz yadımızda saxlamalıyıq. Demirəm əzbərləməliyik. Sadəcə olaraq hər bir üsulun mahiyyətini başa düşmək lazımdır ki, onun uşaqlar üçün nə kimi faydası var, nələr formalaşdırır, bunları bilməliyik. Bəs deyə bilərsiniz ki, əziz müəllim, oxuyuram, bir müddət sonra yaddan çıxır. Əziz müəllimlər, praktikada həyata keçirdikdə heç vaxt yaddan çıxmır. Amma bəzi üsullar var ki, istifadə etmirik. Biz də insanıq da, yəni robot deyilik, hər şeyi bilməli deyilik. O zaman yadımızdan çıxa bilər. Bu normal bir haldır. Amma bizə imtahan prosesi boyunca yadımızda qalması kifayət edir. Daha sonra işlədikdən sonra yaddan çıxmayacaq. İlk öncə motivasiyamızı buna doğru istiqamətləndiриrik. İmtahan müddəti boyunca isə hazırlıqlarımız müddətində biz daimi sınaqlar işləyəcəyik və bu sınaqlarda bu üsullardan müəyyən miqdarda suallar olacaq. O zaman da nə olacaq? Yadımızdan çıxmayacaq. Gəlin suallar əsasında, 26 sual əsasında cavab şəklində biz bunu təhlil etdik. Deməli, əvvəlki biliklə yeni bilik arasında əlaqə yaradan iş üsulları BIBA üsuludur, 3-2-1 üsuludur, Freyer modelidir, Menchman modelidir. Deməli, köhnədən bildiklərin əlaqə. Gəlin, məsələn, bu iş üsullarını qısa xatırlatma etmək istəyirəm sizlərə. BIBA üsulu nə idi? Bilirəm, istəyirəm bilim, öyrəndim. Yəni, nəticə etibarilə uşaqlarda əvvəldən bildikləri yeni biliklər arasında əlaqə oldu mu? 3-2-1 üsulu. Məsələn, mətndən, mövzudan 3 əsas hissəni, 2 dənə ona maraqlı olanı, bir dənə hələ də sualını tapa bilmir onu, yenə köhnə bilikdən yeni bilik arasında əlaqə oldu mu? Freyer modeli nə idi? Şagirdlərimizin söz ehtiyatını artırmaq üçün çox əlverişli bir üsul idi. Yenə yeni biliklə köhnə bilik arasında əlaqə yarandı mı? Bəli. Menchman üsulu nə idi? Deyirdik ki, tarixi şəxsiyyətlərin, səyahətçilərin, yazıçıların xüsusiyyətlərini uşaqlar bir-birinin alnına yazırdı. Biri yazırdı alnına, tutaq ki, Mirzə Ələkbər Sabir. Başlayırdı uşağa sual verir. Mən kiməm de görüm. Uşaq da şagird dostu da deyirdi ki, sən bu vaxtda yaşamısan, burada olmusan. Hə, o da deməli mən Cəlil Məmməd Quluzadəyəm, yaxud ki, Mirzə Ələkbər Sabirəm. Kimi obraz olaraq yazmışıqsa. Yəni, nə etibar oldu? Əvvəldən öyrəndilər, yeni bilik arasında əlaqə yaratdı. Deməli, Ayşəm, siz verən kimi bu sualın cavabını avtomatik bilməliyəmmi? Bir ikisini deyə bilərik, digərlərini testdə gördükdə yadımıza düşə bilər. Yəni, bu da bizi narahat eləməsin. Amma bu video izaha diqqətlə baxıb, həm də oxuyub, göz yaddaşı edib, əminəm ki, yadımızdan çıxmayacaq. İkinci sualımız, assosiasiya yaradılması tələb edən iş üsullarıdır, klasterdir, anlayışın çıxarılması, sinektikadır, aksiyondur. Əziz müəllimlər, yəni söz assosiasiyası yaradılır. Məsələn, anlayışın çıxarılması üsulu nə idi? Xüsusiyyətləri deyirdik, söz deyirdik. Uşaqlar da onu sadalayandan sonra nəticədə deyirdilər ki, hə, demək buymuş. Deməli, bunlar assosiasiya üçün çox əlverişlidir. Fikrin lakonik, yəni qısa istifadəsini tələb edən iş üsulları klasterdir, sinkveyindir. Klaster nə idi? Şaxələndirmə idi. Şaxələndirib, deməli, əsas fikri qısa şəkildə ifadə edirdi. Sinkveyn nə idi? Beşlik şəklində idi. O isim, ona aid olan sifət, söz, axırda da bir dənə söz çıxırdı. Yəni, mən də nə demişdim bunu izah edəndə fəal təlim sonra? Demişdim ki, əziz müəllimlər, fənnimizdən asılı, ixtisasımızdan asılı olaraq elə bir mövzu ola bilər ki, geniş mövzudur, amma orada əsas bir ideya var. O ideyanı müəyyənləşdirmək üçün sinkveyn üsulundan istifadə edə bilərdik, beşlikli mənası. Dördüncü, müstəqil düşüncəni formalaşdıran iş üsulları hansılardır? Yəni, hər kəs öz müstəqil düşüncəsini deyəcək. Karussel üsulu, beyin həmləsi, qrupla iş zamanı önəmlidir. Bir elə üsullar var ki, müzakirəyə ehtiyac yoxdur. Məsələn, anlayışın çıxarılması, mən kiməm, karussel, əşyalardan qeyri-adi istifadə, sinkveyn. Burada sadəcə olaraq sadalanma xarakterli ola bilər. Köhnə bilikdən yeni bilik arasında əlaqə olduğuna görə müzakirəyə ehtiyac yoxdur.
Amma elə üsullar var ki, müzakirəsiz o üsulu təsəvvür eləmək qeyri-mümkündür. Məsələn, beyin həmləsi, sinektika, debat, Sokrat dialoqu, dəyirmi masa, müzakirə xəritəsi, 3N1KH, Biba üsulu, qərarlar ağacı, akvarium, qartopası, insert, düşün, cütləş, bölüş üsullar var ki, onları qeyri-mümkündür ki, müzakirəsiz həyata keçirək. 7-ci sual. Diaqnostik qiymətləndirmə zamanı istifadə edilən iş üsulları, yəni ilkin qiymətləndirmədə uşaqların nəyi bilib, nəyi bilmədiyini yoxlamaq üçün, ilkin təsəvvür formalaşması üçün BİB-dən, klasterdən istifadə edə bilərik. Refleksiya üçün, yəni uşaqlar nəyi başa düşüb, düşməyib, dərsdən nə götürüblər, BİB, 3-2-1 çox əlverişlidir. Baxın, gündəliklərimizdə də biz bunu qeyd eləyə bilərik 3-2-1 BİB üsuluna. 9-cu sual. Qrupla iş forması tələb edən, yəni bunu digər formada həyata keçirmək əlverişsizdir. Sinektikadır, debatdır, akvariumdur, karuseldir, qərarlar ağacıdır, debatın növləridir, insident üzərində işdir, ziqzaqdır, sinif kökləridir, beyin həmləsidir və s. Bunlar qrupla iş zamanı əlverişli üsullardır. 5-ci sual fərdi şəkildə həyata keçirən üsullardır ki, yəni bunlar da qrupdan falan, yəni əlverişsizdir. Məsələn, Sinkvein, Fryer modeli. Görürsünüz, Fryer modelində nə idi? Söz ortada yazılırdı. Onun sinonimi, xüsusiyyəti, antonimi, məsələn, məqsəd uşaqlarda söz ehtiyatını artırmaqdır. Deməli, bunu fərdi şəkildə həyata keçirik. Klaster, anlayışın çıxarılması, 3-2-1, simulyasiya, beyin həmləsi də bu fərdi şəkildə həyata keçirilən üsulların nümunədir. 11-ci sualımızda layihə hazırlanmasında 3N1KH, deməli 4N1KH da ola bilər. 3NK1H bu burada səhv qeyd olunub. 4NK bir də 3N1KH üsulu əlverişlidir. Oxuyub anlama, bacarığı, layihə əsaslı sual. Deməli, burada suallar texnikasından ibarət bir üsuldur 3N1KH. Eyni zamanda layihə əsaslı öyrənmədə vacibdir. Çünki orada suallar əsaslı layihənin əhəmiyyəti, nələrə əsas diqqət olunmalıdır, problem nədir, onlar deməli müəllimlər müəyyənləşdirir, ona görə deyirik. Yenə 13-cü sualda şagirdlərimizin söz ehtiyatını artırmaq üçün istifadə etdiyimiz üsuldur Fryer modeli, yoldaş qiymətləndirməsinə effektiv üsuldur karusel, akvarium. Böyük həcmli mətni qısa müddətdə uşaqlara mənimsətmək üçün ziqzaq üsulundan istifadə edilir. Məsələn, böyük bir həcmdə qruplara ayırırıq, ekspert qruplar, doğma qruplar. Yəni, burada məqsəd odur ki, ziqzaq şəklində uşaqlar oxuyur mətni. Qısa müddətdə həm əməkdaşlıq şəklində, həm qarşılıqlı əlaqə şəklində mənimsəyirlər. Real həyatla hadisələri, problem həll etmə bacarığını formalaşdıran üsul insident üzərində işdir. Bu neçə dəfə MIQ imtahanına düşüb əzməmlər. Yəni, insidentlər üzərində real həyatlarla əlaqələndirilir. Yəni, fənn üstü inteqrasiya həyata keçirilir bu üsul vasitəsilə. Bu da mövzumuzdan asılı olaraq müəllimin yaradıcılığına əsaslanır ki, bu üsuldan istifadə etsin hansı mövzuda. Eyni mövzu ətrafında bütün iş formalarını qartopasıdır. Mən bunu fəal təlim üsullarını keçəndə sizə nümunə göstərmişdim ki, bax, məsələn, fərdi, qrupla, kollektiv, yaxud da ki, cütlərlə hər kəsə, belə deyim də, mən bunu Selor dillə deyəcəm əzməmlər. Elə biz sinifdəyik, istəyirik ki, uşaqlar hamısı fəaliyyətə cəlb olunsun. Qartopası üsulundan istifadə etmək çox əlverişli. Bunu da məcazi mənada yazıb, yəni hər bir şagird dənəcikdir, sonra hamısını bərabər şəkildə, ortaq şəkildə işə, yəni dərsə yönləndiririk, topa şəklinə gəlir, elə bir qartopasa. Məqsəd burada bütün iş formalarını tətbiq edirik. Məsələn, birinə deyirəm ki, tək bunu işlə, birinə deyirəm ki, cütlərlə bunu işlə, bir neçəsinə qrup işlə. Məqsəd odur ki, sinifdə hamı fəaliyyət olsun. Bax, məsələn, bir şagird dərs danışır, fərdi, digər şagirdə demişəm ki, bu tapşırığı işləyin, digər 3 nəfər şagirdə demişəm ki, oturun bir-birinizə xəritə yarışı eləyin. Məqsəd odur ki, hamı çox səs-küy olmadan, maraqlı şəkildə, eyni zamanda bütün iş formalarını tətbiq şəkildə uşaqları cəlb etmişəm. Düşün, cütlət, paylaş da buna nümunədir. Bir də işarələr sistemindən ibarət iş üsulu, insert üsuludur. Bu da çox asandır. Yəni, tutaq ki, suallar olur. Uşaqlar, məsələn, hazıram, hazır deyiləm kimi. Orada, məsələn, müəyyən işarələrlə onu götürə bilirlər. Yəni, müəyyənləşdirə bilər ki, məsələn, burada bunu düşünürəm,
Hətta ki, burada budur. Şagird sayı az olarsa, sinifin fiziki quruluşu imkan verərsə, bu işi bütün siniflə aparmaq olar. Bu isə təbii ki, dəyirmi masadır. Masa arxasında uşaqlar deməli, ümumi bir nə isə müzakirə edirlər. Çox maraqlı alınır. Sinif sayı az olarsa, bir neçə dəfələrlə mən praktikadan keçirmişəm. Ən çox pandemiya vaxtında çox əlverişlidir uşaqlar üçün. Sual-cavaba əsaslanan iş üsulu Sokrat dialoqudur. Eyni zamanda müzakirə üsullarının ən aktividir. Debata bənzəyir Sokrat dialoqu əzmə. Sadəcə o debatdan fərqli olaraq Sokrat dialoqunda kimsə inandırmaq yoxdur. Burada əsas sual-cavab şəklində müzakirə həyata keçirilir. Şagirdlərin şəxsi, konseptual anlayışını qurmağa, müzakirəni stimullaşdırmağa kömək edən iş üsulu isə müzakirə xəritəsidir. Yəni, çox əlverişli üsullardan biridir. Sosial-psixoloji motivasiya əsaslanan, şagirdlərin fəaliyyətini qrup şəkildə aktivləşdirən, stimullaşdıran sinektika üsuludur. Köhnə biliklərdən istifadə etmək bacarığı, yenə də buna aid bir çox üsullar ola bilər. Klasteri, aksiyonu deyə bilər. Çünki şaxələndirmə aparanda müəllimlər, köhnə bilik mütləq vacibdir. Aksiyon üsulu barədə gəlin qısa xatırlatma edim. Aksiyon üsulu nə idi? Hərraca çıxarılma. Deməli, uşaqlara tutaq ki, hər hansı bir xüsusiyyətin istəyirdik ki, axıra kimi, ən axırıncı ona aid olan xüsusiyyəti tapsın və qalib olsun. Yaxud da ki, tutaq ki, 20 rəqəmli uşaqlar necə alınır? Biri deyəcək, tutaq ki, 1 üstə gəl 19, biri deyəcək, tutaq ki, 2 vur 10. Məsələn, ən axırıncı kim deyəcəksə, köhnə biliklərindən istifadə etmək bacarığını axıracan daha çox deməli bildirən, ən axırıncı fikir bildirən qalib olurdu. Nəticə etibarilə köhnə bilikdən istifadə bacarığı formalaşır. Düşün, cütləş, paylaş texnikasının istifadə olunan iş üsulu isə əzməmlər. Bayaq dediyimizdə bu təkrar salınıb. Yəni, qar topası və təkrardır. Bircə sinif küncləri yoxdur. Onu da əvvəlki izahlarımızda sinif künclərini demişdik. Sinifin künclərinə yazılırdı və xarakterik xüsusiyyətlərə uyğun kim tutaq ki, küncdə hansı yazılmışdı, hansını istəyirdi, həmin tərəfə gedirdi. Nəticədə əməkdaşlıq, düşünmək, deməli, bacarığı formalaşırdı. Bir çox iş üsullarının vəhdəti olurdu bu üsulda da. Üçüncü tərəfi inandırmaq debatdadır. Çünki burada əsas məqsəd elə ondan ibarətdir ki, hər kəs öz fikrini, arqumentasiyasını inandıra bilsin. Həm dərsin əvvəlində, həm də dərsin sonunda istifadə edən maraqlı iş üsullarından biri isə BİBÖ-dür. Yəni, dərsin başlanğıc motivasiya hissəsində də istifadə etmək olar. Dərsin sonunda refleks hissəsində də bu üsuldan istifadə etmək məqsədə uyğundur.